Diş ağrısına cəmi 5 dəqiqəyə son. Bəli, düz eşitdin. O dözülməz diş ağrını evdə sadə üsulla cəmi 5 dəqiqəyə kəsə bilərsən. Ən dözülməz diş ağrıların belə anında kəsir. Ağrı kəsicilərdən daha yaxşı təsir göstərir. %100 effekti var. Necə hazırlayasan, ekrandakı ürəyi qızart, videonu kayd elə, çünki bu video sənə lazım olacaq və profilin üzərindəki üstəgələr işarəsinə toxun ki, video ehtiyacı olan hər kəsin qarşısına çıxsın. Götürürsən bir stəkan üzüm sirkəsin, alma sirkəsi də ola bilər. Üzərinə bir çay qaşığı duz atırsan, bir çay qaşığı karbonat, yəni çayla soda atıb, qazın üzərində ilıq 30 Selsi olana qədər qarıştıra qızdırırsan. Alınan məhlulu ağız boşluğuna alıb 5 dəqiqə dişin üzərində yaxşı-yaxşı ağzını qarqar edib tüpürürsən. Elə ilk istifadədən ağrı deyilən şey qalmayacaq. Videonu hər kəslə paylaş və məni mütləq takip et ki, sağlamlığının qeydinə qalan Əzzatın Baloğlanla hər zaman sağlam qalasan.